Good morning. Hər kəsə salam. Necəsiz qızlar? Yeni bir vlogdan hər kəsi salamlayıram. Əslində bugün vlog çəkmək kimi bir fikrim yox idi. Amma bugün bu giveaway qazandığım supermarket alış-verişi bu vlogu paylaşdım və 1 saat deyil paylaşmağım, amma altına o qədər qəşəng rəylər gəldi ki, nə qəşəng tez-tez vlog atırsınız falan. Bir gündən bir baxmaq bizim üçün də maraqlıdır. Mən də dəhşət həvəsləndim. Və dedim ki, okey, bugün də vlog çəkirəm. Biz qızlarla keçən dəfə demişdim sizə, başlamışıq glutensiz və laktozsuz həyata. Pis getmir hələ ki. Necə pis getsin? İkinci gündür, yəni. Şəkərli də heç nə yemirəm. Yəni bal, meyvə və s. bunları yeyirəm o heç. Özüm yulafdan və s. keks bişirirəm. Əvvəl yoxluyurdum şortslarda. Dağlar şirin, şəkərli, duzlu. Onları da yemirəm, yoxlamıram. Onsuz da stokda videolarım var, onlardan paylaşacağım. Bu ara yeməyəcəm. İndi saçlarımı bu cür görürsüz. Birazdan bu cür görməyəcəksiniz. Çünki saçlarımı qırmızıya boyayıram. Bəli. Əslində bu məndə çoxdan var idi. Saçım hələ tünd olan ərəfələrdə boyamamışdım əvvəl və istəyirdim ki, saçım mənə rəng qatsın eləsin. Mən xoşlayıram saçımla oynamağı. Amma təbii ki, saçım tünd olduğu üçün mənim saçımda tutmadı. Bu arada bu keçicidir. Yəni 2-3-4 yumaya keçib gedən bir şeydir. Daimi saçda qalan bir şey deyil. Belə tünd bir rəngdir. Duşda istifadə edilən maska kimidir. Yəni boya kimi deyil də keçici olan bir şeydir deyə. Hamamdan çıxdım, dedim, amma saçımı hələ eləməmişəm, qorxmayın. Daha doğrusu saçımı o qırmızını vurmuşam. İndi göstərə bilmirəm çünki biabırçı vəziyyətdə görünür hələ ki. Birazdan saçımı yuyacağam. Görək necə olacaq. O vaxta qədər də dedim bu saçımda qaldıqca bir stəkan çayım için və özüm üçün YouTube-da gəzirəm. Vloqlara baxıram. Adətən səyahət vloqlarına baxıram. Mənim üçün maraqlı olur onlar ki, görüm cəmaət haranı gəzir. Harda nə var qəşəng yeməli, içməli, haranı gəzə bilərik. Hazırıq. Qırmızı olmadı, amma rəngi bir tık dəyişdi. Aradıqdan və daha doğrusu quruduqdan sonra daha yaxşı görəcəyik. Elə bir yenidən narıncı oldu. Saat 2-yə işləyib 7 dəqiqə. Saçım quruyana qədər biz də axşamı yeməyini həll eləyib. Mən günorta yemək yemirəm bu arada. Keçən dəfə vloqa sual gəlmişdi ki, siz niyə heç günorta yeməklərini göstərmirsiniz? Çünki günorta yemək yemirəm. Səhər yeyirəm. Arada bir səhər çay içməmişəmsə, duzlu bir şey yemişəmsə, yəni arada bir şirin bir şeylə çay içirəm. Bir də axşam Elvin gələndə bir yerdə yeyirik. Yəni bu xüsusi olaraq elədiyim bir şey deyil ki, ay mən acından ölürəm amma günorta yeməyəcəm. Yox, sadəcə acmıram ümumiyyətlə. Saçım görün nə qədər uzanıb, ay qızlar. Baxın, saçımı uzatmaq istəyirəm ümumiyyətlə. Hardasa bu belimin altına qədər falan. Bu vloqa çox yaxşı baxıb, çox yaxşı rəylər yazırsınız. Çünki bugün mən dincələcəydim əslində evdə. Amma dediyim kimi qəşəng rəylər gəldi deyə kameramı aldım əlimə. Düşəcəm birazdan şəhərin canına. Biz adətən çalışırıq ki, bütün işimizi elə ayarlayaq ki, axşam yeməklərimizi həmişə bir yerdə yeyək. Ondan sonra kim hara istəsə gedə bilər, kim kimlə gəlsə görüşə bilər və s. Sizə dediyim bu saç tökülməsinə qarşı Head & Shoulders'ın serumu bunu işlədirəm və bundan razıyam. Həqiqətən də xoşuma gəlir. Keçən dəfə vloqda qızlarla görüşəndən sonra evə gec gəlmişdim. 11-ə qalırdı. 12 işləyir səfərimsə, onda əməli başlı videoda da dedim. Çünki gizlətmirəm də, yəni. Nə varsa onu deyirəm. Yalandan nəsə demirəm də, yəni. Saat 12 işləmiş evə gəlmişəmsə, vloqda yalandan deyə bilmərəm ki, saat 8-dir, mən artıq evdəyəm. Buraya gəlmişdi ki, bəs ayıb deyil, saat 12 işləmiş gəlirsiniz, yoldaşınız nə deyir falan. Nə deyəcək yəni? Deyəcək ki, həmişə gəzməkdə. O da dostlarıyla çıxır çölə, o da 12-də gəlir evə, 11-də gəlir, elə vaxt doğru 1-də gəlir. Bu davamlı şəkildə olan bir şey deyil. Təbii ki, hər gün olan bir şey deyil. Ümumiyyətlə biz ikimiz də çox evcil insanlarıq. Yəni evdə vaxt keçirməyi sevirik və bir yerdə bir-birimizlə çöldə vaxt keçirməyi sevirik. Amma arada bir insan dostlarıyla da görüşmək istəyir, normaldır. Amma mən başa düşürəm sizi, həqiqətən sualları da başa düşürəm. Mən özüm də tünd xasiyyətli bir ailədə böyümüşəm. Yəni ona görə çox yaxşı başa düşürəm. İnşallah hamımızın qarşısına çox anlayışlı, çox yaxşı başa düşən biri çıxar. Siz mənim nə demək istədiyimi başa düşdünüz məncə. Spreyi vuracağam. O qədər qəşəng spreydir ki, mənim saçım buruqdur. Amma bunu istifadə edəndə saçım ekstra bir qəşəng buruq olur. Xüsusi bir şey eləmirəm əslində. Vurub scrunch hərəkət eləyirəm. Bayaq istədim deyim ki, hə, mağazaları falan biraz gəzərik, eləyərik. Sonra da otaraq Starbucks-da bir kofe içərik. Sonra yadıma düşdü ki, nə kofe? Mən şəkərsiz qidalanıram axı 2 həftə. Bir dənə 4-cü gün özümə icazə verəcəm kofe içməyə. O da niyə? Bilmirəm rusların inancıdır ya nəyin inancıdır. Bunu İsveçrədə Aytəndən öyrənmişdim. O dedi ki, hər 4-cü gün darçınlı kofe içirsən və ətrafındakı kişi cinsi nümayəndələrinin pulu artır. Mən dedim, okey, mən darçınlı kofemi içim, Elvinin pulu artsın. Yəni Elvinin pulu artırsa
dolayı olan mənim də pulum artır deməkdir. Belə bir şey. Ona görə çox uzun müddətdir ki, hər 4-cü gün darçınlı kofe içirəm. Xeyrin görürəmmi desəz, sanki görürəm kimidir. Bilmirəm, psixolojik olaraq mənə elə gəlir, ya həqiqətən görürəm, sanki görürəm kimidir. Yəni yoxlayırıq da, bir şey yoxlamaqdan bir şey itirmirik ki, fal deyil, cadu deyil. Özümüz üçün belə ritual kimi edirik də. Saçım belə oldu qızlar. Mən açığı çox bəyəndim. Qırmızı olmadı, amma sanki o dobra narıncılıq geri gəlmiş kimi oldu. Düzdür, buruqlarım dağılacaq, amma yenə də saçımın diblərini fenləyəcəm. Çünki hava soyuqdur və yaş saçdan çölə çıxan anda mənim həmin gün başım ağrıyır. Yəni bu danılmaz bir faktdır, mənlə bərabər irəliləyir. Ona görə də saçımın diblərini qurudacağam. Şir evdən getdi. Belə oldu. Öyle çox pis görünürəm. Saçımı bu cür fenləyəndə həmişə buruqlarım itir. Çünki hava ilə belə qarma-qarışıq fenləyirəm. Əslində bayaq bir rəy gəldi mənə və mən sevindiyimdən bilmədim də nə edeyim həqiqətən. Xanım yazdı ki, inciməyin məndən, amma mən sizin əvvəlki videolarınıza baxa bilmirdim. Çünki cıçını pisləyirdiniz. Amma indi videolarınıza baxıram, çox inkişaf etdiniz və artıq videolarınıza maraqla baxa bilirəm. Necə sevindim, necə sevindim. Buna görə baxın, mən heç bir mənfi rəyə görə pis olmuram. Tənqidi normal qəbul edirəm. Baxıram, görürəm ki, nədir problem və onu necə dəyişdirmək olar. Deməli, aylar əvvəl mənim videomu bilib çox partladı. Nəcibənin nişan geyimlərini müzakirə edirdik, səhv eləmirəmsə. 16.000-dən çox baxış gəldi. Yəni mənim üçün o baxış o vaxt böyük bir şey idi. Çünki o qədər baxılmırdı vloqlarım, təəssüf ki. O videoma nə qədər rəylər gəldi ki, danışa bilmirsiniz. Birinci get öz danışığına bax, sonra cəmaata lağ elə. Nə? Birincisi, mən orada cəmaata lağ eləmirəm. Sadəcə geyim, saç və makyaj müzakirə edirəm. Amma nələr yazdılar? Yazdılar ki, danışa bilmirsən, bu kətçisən, kətdən gəlmisən, nə bilim nə. Bir dənə bunu düzəldim, sonra danışaq. Mən çolkamı həmişə bu cür fenləyirəm. Qısa olanda çox daha qəşəng alınır, havalı olur. Amma indi çolkam uzanıb deyə o qədər havalı olmur. Yenə də mənim başa baxayım. Yenə də mənim xoşuma gəlir. Nəysə, saçımı hələlik yığaq. Makyaj eləməyəcəm. Sadəcə üzümü nəmləndirəcəm. Gəlin sizə söhbətin arxasını danışım. Bu videoma hamı yazdı, nə gəldi. Biri var ki, tənqid və mənfi olsun. Onları normal qarşıladım. Ola bilər də insanın xoşuna gəlməz. Yaza bilər, ha, ola bilər. Amma ki, o qədər pis şeylər yazanlar var idi ki, göbələk kimi gündə bir bloger çıxır, nə bilim. Halbuki mən bloger deyiləm də. Mən YouTube'da fəaliyyət göstərirəm. Mən özümü YouTuber adlandırıram. Çox pis oldum, amma dedim ki, okey, bundan özümə dərs götürüm ki, nə etmək lazımdır və başladım danışığım üzərində işləməyə. Cəlalə Nəzəroğlu'nun danışıq kursu var. YouTube'da da paylaşırlar, onsuz da bütün videolarını YouTube'dan baxa bilərsiniz də. Cıçını necə düzgün tələffüz eləmək olar və s. Oturdum bir videolara baxdım və dayanmadan evdə məşq edirdim. Çaya düşdüm, çiçək dərdim, çaydan çiçək dərdim, çaydan çiçək dərdim, çöldən çiçək dərdim belə. Əslində ilk əvvəl sadəcə videolarda diqqət edirdim. Yəni videolarda danışarkən xüsusi ehtiyatla danışırdım ki, səhv tələffüz eləməyim bu sözləri. Amma belə məşq elədikcə bir də baxdım ki, elə mənim burdakı rəfiqələrim də mənə deyirlər ki, "A, sənin danışığın necə dəyişib?" Mən artıq gündəlik həyatımda da cı demirdim. Məsələn, çiçək demirəm, çiçək deyirəm. Makyaj eləmək istəmirəm. Bir də dodağıma biraz rəng verəcəm, sadəcə vəsə. Bir dəfə burada 35 manata qaş aldırmışam, bilirsiniz. 135 manata qaş aldırmışam. Çox mənasız bir prosedur idi. Adi Azərbaycanda olduğu kimi 5 manata necə alırlar hesabla. O cür aldı və 35 manat. Şöyəsə ki, mən bunun 35 manat olduğunu bilə-bilə getmişdim orası. Amma nə gərək var? Şəxsən mən qaşımı almıram. Yəni çox da bilinmir. Məncə bir şey olmur. Üzümlə parıldayır. Belə hazırlaşaq. Və hazıram. Çolkamı fenləməsəydim də olarmış. Çox da bir fərq. Ay Allah, düzgün kirinə baxın. Düzgün kirin görmürsüz. Zəhmət olmasa bunu sonra siləcəm. Corablarımla papağım pativetli, təəssüf ki, bunu heç kim görməyəcək. Çanta götürmürəm, çünki bir tərəfdən o mənə mane olsun istəmirəm. Bir əlimdə kamera olacağı üçün. Azca qala unutmuşdum. Biz getməmişdən əvvəl nə edirik? Təbii ki, Katya balamızı qoşuruq ki, biz gələnə qədər evləri tərtəmiz eləsin. Çolkam onsuz da papağın altında qaldığı üçün çolkamı fenləməyin heç bir mənası yox imiş. Bomboş bir vaxt israfı. Nəysə, hava çox qəşəngdir, yəni soyuq deyil. Belə. Bu güzgüdən xoşum gəlir. Burada deyəsən gildən nəsə düzəltmə kofe shopudur, nə bilmirəm, həm kofe shopdur, həm də gildən nəsə düzəldirlər. Amma mən bunun qabağından nə vaxt keçsəm bomboşdur. Bura nə üçün var? Bura işləyirmi, pul qazanırmı, ya bilmirəm. Amma mən nə vaxt keçsəm bomboşdur da. Burada suvenir mağazalarında həmişə belə ördəkləri gördüm. İndi hal-hazırda ayrıca bir mağazası var. Adı Dakis Budapeştdir. Bilmirəm bu ördəklərin xüsusi nəyi var. Amma çox məşhurdur. Onu biləm, hər formada, hər cinsdə, hər irqdə, hər peşədə var. Bağımdan keçən bir oğlan kamerama əl salamaq istədi. Təəssüf ki, kameranı söndürmüşdüm, özü də 2 dəfə cəhd elədi. Gəlin Flying Tiger gəzək, buradakı Flying Tiger böyükdür. Və burada belə adamlar çoxdur, kamera görəndə belə qaçmırlar, əl sallayırlar. Maraq. Halloween bayramı hələ də davam edir. Oktyabrın sonu olmalı deyəsən.
Biz istəyirdik əslində qızlarla keçirək, belə kostyum parti falan. Sonra nəsə səs çıxmadı. Mən Halloween çox da heyran deyiləm, Christmas'ı daha çox sevirəm. Ayda görün burada nə şirin şey var. Belə balaca evdir və içində də peçenyası var deyəsən, hə, belə kurabiyələri var. Çox qəribə bir materialı var, keçə kimi. Qaba baxın bir dənə. Dın dın dın. 19 manata düşüb endirimdən. Qəribə seplər, aksesuarlar, üzüklər, sırğalar var burada. Buna baxın bir dənə barmağa belə keçirilir. Hamısı Halloween özəl. Bunlar dırnaqlardır. Nə maraqlı. Qutusu da belə iraq olsun, tabut qutusu kimidir. Belə bir qutudur. Üzük qabıdır yəqin ki, bu aksesuar qabıdır. Belə mini bilyardlar var evdə stol üstü qoymaq üçün. 60 manatdır bu. Bir də bu oyun var. Futbol oyunu. Bu da 65 manatdır. Yaxşı fosforlu dişlər var. Belə taxırsız, qaranlıqda parıldayır. Necəyim qızlar? Cadı oldum. Muncuq seti var fərqli rənglərdə. Bu da hərfdir, sadəcə fərqli rənglərdə. Qiyməti 11 manatdır. Məncə bahadır, amma Temuda 100% bunu 3-4 manata taparsınız. Buna baxın, bu belə qutu kimidir. Bunu açırıq buradan və içində çoxlu voucherlar var və hərəsinin üzərində fərqli ediləcək şeylər yazılıb. Məsəl üçün Christmas ağacını bəzər, ailəvi şəkil çəkdirin, sonra peçenya bişir. İçində belə çoxlu sayda maraqlı şeylər yazılan kartlar var. Hər günə nəsə eləmək üçün fərqli bir şey var. Əslində çox qəşəngdir və sadəcə 2 manatdır. Yeni il dəftəri. Yeni il karandaşı, bəli bu karandaşdır. İki tərəfindən də qədləyə bilərsiniz. Nə qəşəngdir. Qələmin özü də qəşəngdir, işıltılı, parlaq. Bu da maraqlı məhsuldur. Sadəcə bunun içinə açırsınız. Ayrıca qumu və toxum var içində. Qumunu töküb, toxumunu tökürsünüz. Su, biraz da günəş. Olur sizin yeni il ağacınız. Bu sizin yeni il ağacınız çıxar. Bunu alaq görəsən. Görsən bunu Temuda taparam. 8-9 həftəyə çıxır. Əslində okeydir də. Yəni yeni ilə qədər çıxır. Basanda göz çıxır. İçi də belə dəftərdə elə kasa var. Mən belə kasaları çox bəyənirəm. Çünki yulaflı bol düzəldirəm həmişə bunlarda. Həqiqətən də qəşəng çıxır. Bu çəhrayı qutuların hamısı aksesuar qabıdır böyük ehtimal bunlar. Və ev tapçıqaları və səsli. Yola bu nə qəşəngdir. Tam yeni il. Yolka formasında sırğalar. Burada ev bəzəmək üçün o qədər qəşəng şeylər var ki, bunu vəbşə çox bəyəndim. Balaca çılçıraqlar falan. Bundan almaq istəyirəm açığı. Bunlar yeməlidir və cupcake, tort falan yeyəndə üstün bəzəyirsiniz. Mən də shorts üçün yeni il yeməkləri, şirniyyatlar çəkəndə istəyirəm bundan üstün bəzəyim. 9 manatdır, bəlkə daha uyğun qiymətlisini taparam deyə düşünürəm. Bunlar hamısı marshmallowdur, sümükən deyil, belə yumşaq marshmallowlar. 3 manat neçə qəpik olmalıdır. Bunlara bax, ayolda çəhrayı şaxta baba. Belə hazır stəkanlar satılır, isti şokolad stəkanı. Həm stəkanı, marshmallowsu, konfeti və şokolad içində. Bazı o qədər şirindir ki, adam heç çıxmaq istəmir doğrudan da. Hansı tərəfə baxsan belə fərqli məhsullar görürsən. Və zəhmət olmasa mənə rəylərdə yazarsınız ki, məsələn bu cür mağaza gəzmək sizin üçün maraqlıdırmı, yoxsa sıxıcıdırmı? Çünki mən özüm çox əylənirəm. Elə bilirəm sizin də xoşunuza gələr. Gəldiyim yer Diaq French Terre belə adlanır hal-hazırda. Bir növ Bakının Targovs kimi düşünə bilərsiniz. Mağazalarla dolu küçədir. Bu müllər 3 mərtəbə və çox böyükdür. Kosmetika, baxım, hər şey var. Mən sağlam qidalarımı həmişə aldığım çiyadır, kətandır və sair toxumlarımı bu mağazadan alıram. Çox maraqlı şeylər olur. Esteladur'un bu seti var və 360 manatdır. Son zamanların ən trenddə olanı Lancome'un advent kalendarı 480 manatdır. Belə içindəkilər bunlardır. Böyük advent kalendardır. 480 manata dəyməz məncə, çünki içində çox balaca məhsullar qoyublar. Bizim keçən il aldığımız advent kalendarı buydu, şokolad advent kalendarı. Burada fərqli çeşidlər də var, amma bu il Nutella'nkini aldıq, o böyükdür və içində fərqli hədiyyələr var idi. Nutella nə qədərdir? Bu 750 qramdır da, bayağı böyükdür və 15 manatdır. Neysə Nutellalar mənə gözümə burada ucuz gəlir. Bilməm Azərbaycanda da belədirmi, yoxsa deyilmi? Bu cips advent kalendardır. Görün nə boydadır. Amma yəqin ki balaca çıxacaq da boydasının hamısı çıxar və qiyməti 55 manatdır. Burada nə qədər çox advent kalendarlar var. Endirimdə də buradakı 70 neçə manat olanların hamısı baxın 50 manata düşüb burada. Məncə biz aldığımız daha maraqlıdır Nutella. Çünki bundan sadəcə şokolad çıxır. Biz aldığımızdan amma fərqli şeylər çıxacaq. Sürətli bir şəkildə çıxdım oradan. Çünki hər yerdən çox qəşəng belə şirin qoxu gəlirdi və getdikcə ürəyim şirniyyat istəyirdi onları gördükcə, şokoladlar, peçenyelər falan. Mən də yox, bu 2 həftə sözümün üstünə duracağam. Ağzıma qətiyyən paketli qida ilə şirniyyat falan vurmayacağam. O sırada chimney cake'in mənə baxışı. Çit deyimdə ilk bunu yeyəcəm. Bax, çox ləzzətli bir şeydir bu. Əslində burada bir dənə qəşəng bir yer var. Douglas makyaj
belə vasitələr satır falan, bildiyiniz Sephora kimi. Amma ora girəndə hər dəfə çəkilişdə problem yaradırlar. Ora girməyəcəm. Baxın bu binadır, qəşəng binadır və düz onun altında belə böyük makyaj mağazası qrupları. Bildiyiniz Sephora'da, yəni də bütün markaların olduğu. Amma ki dediyim kimi çəkilişə icazə vermirlər. Pulsuz reklam edirəm də, görünürəm ki. Ayda bir də buna baxın. Gözəldir. Nənəyə bax bir dənə. Görürsən icazə verirlər içəridə şəkil çəkməyə. Amma bu pişik oynayır ki. Buna baxın, pişik oynayır. İcazə verdilər video çəkməyə. İçəri baxın bir dənə. Necə qəşəng görünür, necə gözəl görünür. Bunları telefonla da çəkəcəm icazənizlə, çünki çox qəşəng görünürlər. Yolkanın üstündə hər şey var. Tam da xəyalımdakı yolka oldu. Mən indi düşüb bayılacağam. Yeni il mənim ən sevdiyim bayramdır. Ona görə də belə içim bir kıpır-kıpır elədi həqiqətən. Və budur 5 mərtəbəli Zara. Girək görək burada nələr var maraqlı. Çox qəşəng koftadır. Hər şeylə də gedir həqiqətən. Yəni bütün kurtkaların falan altından gedir. Amma bu nədir? Bunu başa düşmədim. Bu koftadırmı, gecəlikdirmi, yoxsa? Ola bilər yəqin kombinlər var. Mən nə ilə kombinləyərəm, ona heç fikrim yoxdur. Bu nədir? Anamın dəbi Zara'ya gəlir. Anamın geyindiyi paltalara oxşuyur. Keçən dəfə bloger Məhin yadıma düşür, belə bir şey geymişdi və hər kəs onu topa ateşə tutmuşdu ki, bu nədir, gecə ilə çölə çıxırsınız. Qızlar, həqiqətən də bu gecəlik görünümdə donlar bu il dəbdəymiş 100 manatdır. Ay, nə şirin papaq var burada, üstü bəzəkli, gəlin bunu yoxlayaq. Yumuşaqdır papaq, amma başı belə qalır. Mən belə xoşlamıram, istəyirəm başıma tam otursun bu cür papaq. Bu ətəyi çox bəyəndim. Bunu qara kafta ilə kombinləmək olar. Uzundur. 100% temdə taparıq bundan. Belə minyon çantalar gəlib. Lap mini. 28 manatdır hardasa. Təbii ki, bu çanta 28 manat dəymir. Temdə 100% bundan var. Boz kofta ilə bardov ətəkləri bu il hər yerdə görəcəksiniz. Çox qəşəng ikilidir. Sadəcə bu ətək qış üçün mənə biraz qısa gəldi. Altı belə tişmə ətəkləri çox da xoşuma gəlmir onsuz da. Və gəldi H&M-ə. Keçən bir YouTuber-da görmüşdüm ki, H&M-də aksesuar advent kalendarı var. Gəlmişəm ona baxmağa, görüm gəlibmi bu ildə, varmı, yaxşıdırmı? Əslində keçən içindəkilər heç yaxşı deyildi, qəşəng deyildi. Sadəcə yenə marağa baxmaq istədim. Başım böyükdür, yoxsa bu papaq çox balacadır. Başa necə girir? Qarşıma belə bir advent kalendar çıxdı. Bu duş advent kalendarıdır. İçində dəngeli, əl kremi, dağ balzamı, saç rezini və s. belə bir şey var. Qiyməti 60 manatdır. Ay Allah. 4 dənə duş gelinə 2-3 dənə də saç rezindən 60 manat, nə bilim. Əvvəldən çəkəmədim cəmaət var deyə, amma H&M-in bu məşhur eskalatoru. Bura gələn bütün turistlər bunu çəkir. Bu şamlar çox şirindir. Adam heç qıyıb yandıra bilməz bunları. 15 manatdır hər biri ayrı-ayrılıqda. 25 manatdır qiyməti belə. Bir dənəsi. Wow. Bunlar çox da gözəl imiş. Ölürəm də belə bəzəkli-düzəkli qablardan ötürü. Məncə çox qəşəng görünür bunlar. 13 manatdır. Buna baxın, Selena Gomez'in Oreo ilə birlikdə işbirliyi çıxıb. Və baxıram, heç bir fərqli görünmür. Deyəsən sadəcə üstü dəyişib. Dadında nəsə fərq varmı ya, yox bilmirəm. Və bunun qiyməti 7 manatdır. Hal-hazırda buna 7 manat verməyə əlim gəlmir. Bu da maraqlı görünür. Desert, dondurmalı desert. Neapolitan və limited edition'dır. Qiyməti 15 manatdır. Şonun bu kurtkaları çox qəşəngdir. Daha doğrusu koftaları. Üstü zamaklı koftaları çox qəşəngdir. Yun materialı oxşuyur. Əməliyyatı yeni... Zara Home açılıb. Nə gözəl, gəlin gəzək. Bir dənə bir söhbət var, onu danışım. Sonra mən burun əməliyyatı yeni olanda Oşo məni necə qorxudu, onu deyim. Deməli, Oşo'nun bir reklam kampaniyası var idi. Hansı ki, kurtkanın heç yağış keçirməməyini göstərmək üçün kurtkanın üstündən belə su axıdılırdı. Belə və vitrində onu sərgilənirdi. Mən də birinci elə bildim şüşə deyil, həqiqətən də əlimi uzatsam suya dəyər. Çıqa-çıqa gəldim belə güya şey üçün suyun altına girmək istəyirdim də öz aləmdə. Oh, necə dəydi şüşə. Allahdan başım dəydi də, yəni burnum dəymədi çünki 2 ayda əməliyyat olmuşdum da hardasa. Necə qorxdum, dəhşət. Gedək görək Zara Home-da nə var. İçində də belə yolka yarpağı kimi bir şey var. Qabları çox bəyənmədim. Adi qablarda heç bir fərq yoxdur. Amma bu peçenye qabı. Oy, çox qəşəngdir. Dizaynı o qədər qəşəng olub ki, hər yer ağappaq. Bu hissəni ümumiyyətlə çox bəyəndim, bu qəhvəli hissəni. Şama baxın, bu şamı necə qıyıb işlətmək olar. Bunun qiymətinə baxaq, çox maraqlı gəldi mənə. 32 manat. Mini versiyası da var şamın. 15 manata. Qışa özəl yeni seriyadır deyəsən, Gingerbread seriyası. Qoxlu. Çox az darçı qoxusu gəlir, amma çox az. 20 neçə manatdır balaca. İnanmıram ki, bunun yanlarında qoxu yayılır. Amma əminəm ki, bunların qoxusu çox qəşəng olacaq. Mən kofeini çox xoşlayıram ümumiyyətlə. Ona görə tiramisu və
Mocha kofe çox qəşəngdir. Çox da bunların qutularına baxın, tam hədiyyəli. 32 manat. Şama baxın da bir dənə. Hələ bir dənə bu şama baxın. Necə gözəldir bu. 45 manatdır. Ağaclar çox şıkdır, amma mən yeni il üçün bu ağacları bəyənmirəm. Çünki yolka dediyin yamyaşlı olar da, üstünə də bəzəyərsən. Bu nədir? Qaranlıq düşdü artıq. Əslində ikinci mərtəbəsi də vardı, sadəcə mən çıxmadım. Birazını da saxlayaq dekavlogda gəzməyə. Soruşum görüm əgər Elvin işdən çıxırsa, gedək Elvinin qabağına bir yerdə. Kimi dəyişdim. Yorulmuşam, heç elinə yazmadım. Və yadıma düşdü ki, mən yol üstü kargomu da götürməliyəm. O da qızlar, bu tem bağlaması bu dəfə məni bura yığdı. Bu bayramla əlaqədar kargolar gecikdi və mənim videolarım axsadı. Normalda həftədə bir dəfə video çəkirdim. Hətta bir ara belə sürətləndim, bir post paylaşdım ki, bəlkə də həftədə 2 dəfə çəkim. Ondan da özümə gözüm dəydi. 3-4 dənə bağlamam, hər bağlamamda da bir 10-15 dənə məhsul var və bunlar mən gözləyirəm ki, bir bağlamam gəlsin, heç olmazsa 15-20 məhsulluq bir video çəkim də. Bunlar bağlamanı nə edir? Qırıq-qırıq göndər. Ki 2 dənə məhsulum gəldi. Ondan sonra bir bağlamanın içində 3 məhsul göndərdilər. Ondan sonra bir bağlamanın içində nə bilim 4 dənə məhsul göndərdilər. Bəzən hətta elə olub ki, bir bağlamanın içində bircə dənə məhsulunu göndəriblər. Belə video çəkə bilmərəm axı. Bir videoda necə 3 məhsul göstərim. Ona görə gözləyirəm ki, onlar biraz gəlsin, yığışsın. Heç olmasa 10-15 məhsul olsun. Ondan sonra çəkim. Və planlamama əsasən inşallah alınsa bu həftə Temu videosu gələcək. Deməli gəldim, çıxdım Zebox'a. Bu bağlamamı bura çatdırıblar ev əvəzinə. Görək hansı açı. Oh. Allah, burada nə pisi gəlir. Bağlamamı götürdüm qızlar. Məncə səmimiyyətimə həqiqətən inanırsınız ki, bu bağlamanın içində nə olduğunu unutmuşam. Çünki o qədər gec gəldi. O qədər gec gəldi ki, yəni gedirəm günorta dediyim darçını kofe üçün. Kofe almağa. Mən elə çox kofeyə aşıqı bir insan deyiləm, açığı şirin olanları içirəm. Düzü 4-cü günə çox var, amma indidən alıb istəyirəm gözümün qabağında qoyum. Ayırmaq istədiyim isə Jacobs'ın Milka ilə işbirliyindən olan belə şokoladlı cappuccino, choco cappuccino gedir adı. O qədər ləzzətlidir ki, bizim evdə belə bir adətimiz vardı. Evlənməmişdən əvvəl ailəlikcə biz otururduq. Anam, atam, mən, qardaşım və hər axşam onu içirdik. Yəni belə maraqlı. Əvvəl Nesquik içirdik. Sonra Nesquik'dən ona update olduq. Nesquik bizə çox şirin gəldi. O daha dadlıydı. Onu içirdik. Çox ləzzətli idi. Yəni o kofeni görəndə həmişə heç nə at evim yadıma düşür. Tapmadım, yox idi və problem odur ki, bu artıq 3-cü mağazadır ki, mən o istədiyim kofeni tapmıram. Ona görə də hansı mağazada görmüşəmsə, ərinməyib qaça-qaça cəld o mağazaya gedəcəm ki, niyə o qədər bu bir mağazada yoxsa, deməli orada da sayı azdır, deməli az gəlib. Ona görə də qaça-qaça gedib onu alacağam. Yoruldum, özü də çox. Amma kofeni aldım. Düzdür, işdən çıxış saatı idi. Dəhşət çox adam var idi, marketdə növbə idi. Bunun içində 8 dənədir, balaca. 8 dənəsinə 7 manat pul vermişəm. Belə. O da çox ləzzətli bir şeydir bu. Bu bağlamada gedir digərlərinin yanına. Bir neçə bağlamada gəlsin. Çəkək videonu. Bu şirində dekavlogu gözləyir açılması üçün. Bir dənə bir şey soruşum sizdən. Bəzi kənd toyuqları niyə həyatdan küsmüş olur? Elə bir kənd toyuğu həyatdan küsüb. Düzdür, çox dadlı olur, söhbət onda deyil. Bu sanki bir həyatdan küsüblər. Laktozsuz kəsmiyim, boranı supum, bulqurum və toyuğumla şəkərsiz qidalanmağa, glutensiz və laktozsuz qidalanmağa davam edirəm. Burada bu vloqun sonunu çəkirəm. Ümid edirəm videomu bəyəndiniz. Kanala abunə olmağı, rəy yazmağı və videomu bəyənməyi unutmayın. Hələlik.